Salam dostlar, xoş gördük. Keçən dəfə güya xaricdə işçi vizası alan, amma ala bilməyən Dünya Viza Dəstəyi şirkəti və müdiri Hüseynov Ruslan Saşoğlu'ndan danışmışdım. Əsl adı Namiq olub, amma dəyişib Ruslan eləyib. Deməli, mən videonu yayımlayandan sonra bu da acıq çıxmaq üçün, özünü təmizə çıxarmaq üçün polisə şikayət eləyib. Şikayətdə bildirib ki, güya mən video vasitəsilə onu şantaj eləmişəm, 10.000 manat tələb eləmişəm. Birincisi, mən şantaj eləyirəmsə, niyə videonu yayımlayıram? Şantaj eləyib pul istəyən adam videonu yayımlamır. Gözləyir ki, pul gəlsin və işin üstünə örtür. Amma mən bunun zibillərini ifşa elədiyimə görə qalıb çıxılmaz vəziyyətdə və hər cür böhtana əl atır. Əziz dostlar, bu tip fırıldaq şirkətlər insanları aldadaraq pullarını alırlar və deyirlər ki, 2-3 aydan sonra vizan çıxacaq. İnsanlar da təbii ki, güvənib gözləyirlər. Və 2-3 ay ərzində yüzlərlə daha başqa insanları aldadırlar. Hamısının pulunu alırlar, gözlətdirirlər. Təsəvvür eləyin, ən aşağı 100 nəfər hərəsi ən azı 3.000 manatdan versə, ən azı deyirəm, bunların çoxaldıqları da var. 3.000 manatdan ən azı versələr 300.000 pul eləyir. Bu tip fırıldaqçılar bu pulları yığıb sonra ölkədən qaçırlar. Yəni bir neçəsi xəbərlərdə də görə bilərsiniz. Bu Ruslan da çox güman ki, yaxın zamanda aradan çıxacaq. Amma mən onu ifşa elədiyimə görə qalıb çıxılmaz vəziyyətdə. Ona görə də əziz dostlar, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət eləyirəm. Bu adamın ölkədən çıxışına stop qoyulsun. Sabah biri gün insanların pullarını götürüb aradan çıxanda gec olacaq. Əgər bu adam doğru dürüst adam olsaydı, şirkəti doğru dürüst çalışsaydı, mənim videomdan sonra çıxıb açıqlama verərdi. Amma o nə elədi? Məni polisə böhtan ataraq şikayət elədi. Demək ki, açıqlama verməyə üzü yoxdur. Nə deyəcək? Bu videonu maksimum paylaşın dostlar. Ola bilər sizin yox, başqa bir tanıdığınız da onların qurbanına çevrilə bilər. Paylaşın ki, insanlar onların toruna düşməsin. İndi bir video göstərəcəm sizə. Kanada'da 7-10 illik oturum imkanı sizlərə təşkil edilir. O düzdür ki, Kanadada 7 və 10 illik oturum var, yoxsa bu viza fırıldaqçılığıdır? Düzünü desək, Kanadada 7 və ya 10 illik oturum icazəsi kimi bir anlayış rəsmi olaraq yoxdur. Yəni bu sadəcə bəzi agentliklərin insanları aldatmaq üçün ortaya atdığı bir fırıldaqdır. Baxın, belə fırıldaqdır bunlar dostlar. Əgər kimsə sizə desə ki, xaricə işçi vizası alıram, inanmayın, gözünün içinə qədər yalan deyir. Uzaqbaşı saxta sənədlə sizi göndərəcəklər hansısa bir Avropa ölkəsinə və siz bir müddət orada hansısa ölkədə olmağınızdan asılı olmayaraq aşkar edilib həbs olunacaqsınız, sonra da deport olunacaqsınız. Həm pulunuz gedəcək, həm vaxtınız gedəcək, həm də bütün ümidləriniz qırılacaq. Ona görə də ehtiyatlı olun, bu videonu maksimum paylaşın dostlar.